Çıxıb səhvini düzəltsin. Vso. Kim silib? O ümumiyyətlə mənim qızlarıma yazıb, mənim işçilərimə. Yox, silə bilməz. 2025-in mesajı indi silinə bilməz. Deyəsən bir həftəyə silə bilərsən də ancaq, hə? Yox, qızların nəyinə lazımdır? Bizim işçilərə bizim yüzlərlə mesajlar gəlir. Qulağa. Bizim qızlara yüzlərlə gün ərzində WhatsApp-a mesaj gəlir, paltar istəyirlər, sifariş olur. Qızlar deyir, ümumiyyətlə biz heç nə silməmişik. Qulağa. Bu bir dəfə bizə TikTok-a yazıb deyir. Aylar bundan öncə, aydan deyir, aylar bundan öncə TikTok-a yazıb ki, bu qız. Yazıb, bir dəqiqə sözümü deyim də. Deyirəm ki, anasını söyürsə, canlıda, ağzına gələni. Bu sənlə reyting yığır, sən onu tanımırsan. Yox, tərəfli reyting söhbətini qoy qırağa. Çıxırım o reytinqləri. Yox, o mənim nüfuzumu aşağı salır, milləti mənə qarşı çıxardır axı. Bəlkə bunu öyrədiblər bu qızı mənə qarşı. Mən kimdən indiyə kimi tələb eləmişəm ki, get özünü yığdır gəl məndən işlə. Bu ayıbdır bu. Kimdən bu tələb olunub, onlar da çıxsın mənə desinlər ki, Adil Ləman məndən işləyib, TikToker Ləman. Ləman 6 ay bir məndən işləyib, 4 ay bir məndən işləyib, 3 ay bir məndən işləyib. Elə şeylər olmayıb axı. Bu Baykuş xarakterlidir ki, yanındakı işçilərdən çıxaraq... Qayıdıb deyir ki, qayıdıb deyir ki, gözlə bir dənə, Rəşadın səhifəsini mənə tapın. Burada, bura mənə atıblar, bura bax. Gözlə, burada mənə atıblar. İndi göstərəcəm mən sizə. Bir dənə gözlə. Yuxarıda axtarışa ver də, adı nə? Yox, gözlə, bir dənə başqa şey göstərəcəm. Qayıdıb deyirsən ki, Həcinin dükanında kimdir mal alam? Bura bax. Bütün xəbər, bir dənə gözlə, bütün xəbər saytları 3 gün bundan öncə. Bura bax. Bütün bu mənim sabunçu filialımdır. Baxın. Həcama sənin ağlındadır, bəyən. Buna baxın. Kızlar görürsünüz, izdihamı mənim mağazamda, sabunçu filialımdır bura. Çünki sən endirim elədin, ay heç. Bax bir dənə. Sən elədiyin endirimi heç kim eləməyib hələ bax. Bu boyda əhalini görürsünüz mənim dükanımda. Bakıda burada olmayan yox idi, baxın. 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 Demək olar ki, Bakının yarısı hamısı buradadır. Bu xəbər saytları paylaşıb bunu. Nə qədər içəridə adam var, qapı bağlıdır, nə qədər insanlar çöldə gözləyir. Mən bunlara hamısı dəvətnamə göndərməmişdim ki, mənim dükanıma gəlin. Bunların insanı mənə olan sevgisidir, mənə olan inamıdır. Gəlirlər məndən indirimlərdən yararlanırlar, məndən mal alırlar. Da o insanlar deyir mənim qapıma gəlsin. Kimsə çağırmayıb ki. Yox, xanım, şikayət eləmə, mən ondan şikayətçi olmayacağım. Çıxıb səhvini düzəltsin bu xanım. Bu ictimaiyyətə yanlış məlumat verib. Başa düşdünüz də nə demək istəyirəm? İctimaiyyətə yanlış məlumat. Deyir, hərci dedik, get falan yerləri düzəlt gəl məndən işlə. Harada demişəm? Hansı səhifənə yazmışam sənə? Mənə sübut eləməlisən sən bunu. Sübut. Hansı telefonla yazmışam? Hansı səhifənə yazmışam? Mən ümumiyyətlə səni tanıyıram ki, sən kimsən? Mən səni tanımıram axı heç səni. Harada yazmışam sənə? Çıxart göstər. Çıxart göstər qızım. Çıxart göstər. Çıxart göstər, mən bu xalqdan üzr istəyirəm. Əgər sən mənə şəratım, yanlış məlumat ictimaiyyətə verirsənsə, səhvi düzəltməlisən, üzr istəməlisən. Mən bilmirəm sən bunu eləyəsən, sən aylar öncə məndən iş istəmirsən, indi niyə çıxıb danışırsan? Ya kimsə bunu mənə qarşı doldurur bu xanımı? Sənsə abişlik qalıb da. Yox, ola bilər ki, mən onu qaydarını gördüm, mənə atıblar, anasını necə söyür. Mən ki, onu işə almaram axı. O Nərminlə çıxış edir. O qədər oyunu vuran Nərmin. Yox, Nərmin sağ olsun bizim tərəfimizi tutub orada. Yox, Nərmin yox. O orada yanlış məlumat verir. Nərmin deyir ki, Həcci birinci sənə belə söz yazmaz. Sən bəlkə işçilərlə danışmırsan. Qayda deyir, yox, Həccinin özü mənə yazıb. Yox, necə yəni? Məsələn, mən qanuni yolla ondan danışacağım. Gör necə qızdır ki, anası sevdən olsun. Çıxsın səhvini düzəlsin. Çıxsın səhvini düzəlsin. Çıxsın üzr istəsin. Yox, mən olsam bunu vermişəm. Açan demişəm. Mənə sübut eləməlisən. Gəlirlər ora Allah kassanın yanında. Belə əzlə həcəyə bilirlər. Hara ödəyə, həcə də bilirlər ora. Mən kimisə üzünə baxıram ki, kimsə mənə
Mən ümumiyyətlə Mən o kukla kimi qadın var, neynir ona, hə? Özlərini əzib büzə danışırlar. Ümumiyyətlə dükanımda da olsam, mən həm də canla başla hamıya cavab verirəm, canım, ürəyim deyib hamıya keçirəm. Valla normal danışanlara normal cavab verir. O ki kim ki gəlir əyilir 5 metr aşağı, nahara ödəyək deyəndə deyir, başın qaldırır əlində telefon belə ora, eləyir belə. Heç fikir də Mən vermir kimisə yəni. üzünə baxıram ki, dükanlarımda Hə. kimsə mənə elə desin. Mən hamıya hörmətlə yanaşıram, qadan alım sizi. Olmaz axı belə cəmaatda bu boyda şər atmaq. Nərmin sağ olsun, Nərmin çörək itirən qız deyir. Nərmin deyir ki, Həci belə şey deməz. Ki, Həci WhatsApp-a baxır ki, sənə cavab da verə. Həci TikTok-a baxmır axı, onun mənim işçilərim var. İşçilər baxır, mən baxmıram ümumiyyətlə. Nə gələn mesajlara, nə Instagrama gələn mesajları görmürəm. 6-7 dənə nömrə var, ora gələn mesajları da heç görmürəm axı mən. İşçilər, özdən mən ona cavab verməmişəm. Bizim Həzi Aslanova yazmayıb. Aylar öncə bizim Xırdalan filialına yazıb bu qız. Xırdalan filialına. Yazıb ki, sizə model ehtiyac var. Bizim qız da deyib ki, hələ ki bizim vakansiyamız bitib, yoxdur. Bizim onunla da bitib. Bir dəfə də haçansa bizim WhatsApp-a yazıb, onu dünən göstərilmiş. Bizim WhatsApp-a yazıb, iş nömrəmizə. Salam yazıb, bizim qızlar da səs atıb. Salam, buyur xanım. Pişo. 2 dəfə yazıb. Nə oradakı, o adı nə deyirlər ona? Necə elə deyib? Necə? Litopaksiya nə? Liposaksiya. Ha, onlar, o ki, elə söhbət olmayıb axı heç orada. Abi başka dönemlerse president'ten bakalım. Yox, ictimaiyyətə yanlış məlumat verir axı. Aygül. Şimdi polise çağırsın sorguya, görüm orada yanlış məlumat. Yanlış məlumat verir axı o. Evet edir, ölsün O mənə indi öz aləmində indi gözdən salmaq istəyir. də. İndi yox indi bu canlıda 4000 adam var. İndi 2000 adam görürlər canlıda danışığını da itirirlər, özünə dediyini də bilmirlər ha bunlar. Sən hər kəlmənin arkasında durmalısan Aygül. Sən özün bu ölkədə qulaq as. Hal-hazırda müğənni Aygül Səfərov da yanımızdadır, dostumuz. Aygül sən özün bu ölkənin populyar müğənnisisən, Aygül. Mən bax, sən bu ölkədə tanınan müğənnisən. Efirdə danışdığın hər kəlməyə görə sən məsuliyyət danışırsan, qızım, düzdürmü? İctimaiyyətə yanlış məlumat vermək olar. Sən özün tanınan müğənnisən ölkədə. Valla mən Həcini bir ildən çox, 2 ildir tanıyıram. Mən ona abi deyirəm, qardaş deyirəm. Yəni o çox gözəl. Aygül Səfərovdur, könül çox sağ ol ürəyim. Yəni mən Könül 8-i gəl bura, könüldür. Müğənni də, salam ürəyim, necəsən? Könül 8-i sən də gəl də bura, könül. Hə. yəni ümumiyyətlə Yox, əzizim, bax bu ölkənin tanınan müğənnisi Aygül Səfərov. Efirə çıxan müğənnidir. Mən qayıdım ona deyirəm ki, ictimaiyyətə yanlış məlumat vermək olar. Əgər yanlış məlumat verirsənsə, əlində sübutun olmalıdır, arkasında durmalısan Aygül, düzdürmü? Özün məlumat ver. bax ümumiyyətlə deyim dostlar, valla mən Həcini bir 2 ildir tanıyıram. Həci bilsiz necə insandır. Mən hər şeyi qoydum kənara. Mənim açılışlarımda görmüsünüz necə canla başla bir qardaş kimi, böyük kimi orada böyük eləyib. Həci gözəl ailəsi, işi, gücü, o qızları belə model deyir ha o. Modellərinə, işçilərinə belə o batı deyir. Yəni o kimin pis xisləti varsa, kimin beynində nə fikri varsa deyir, hər kəs özünü elə görür. Olmaz axı, mənim əzizim. Tanımıram, amma yəni ayıb, əgər elə bir şər atıbdırsa ayıb olsun. Yəni və heç bir şey ağızdan çıxan hər kəlmə sosiallaşıbsa bu, Həci də verib zaten polisə. Bizim Azərbaycanımızın qanunvericiliyi var və bu qanunvericilikdə biz vətəndaş olaraq hamımız məsuliyyət daşıyırıq. İndi sabah çağırırlar, indi onu polis qurumları bilər. İzahata alınar, görək harda yazılıb. Harda yazılıb, sübut eləsin də. Əgər sübut eləyə bilmirsə, Uşaqlar, bax. 12 milyon, 11 milyon içində sübut eləyə bilmirsə, Həcə, sən də onda deyirsən, nə bağışlayaram, ya bağışlayırsan? Yox, çıxsın səhvini düzəlsin də. İstəsin, Üzr istəsin, sonra bağışlayar. Çıxsın səhvini düzəlsin. Deyir ki, yanlış məlumat vermişəm mən. Getsin, yoxdursa... Əlində sübut olmalıdır bu insan. Mən ki o qızı tanımaya. Mən ki öz tariximə heç baxmıram. Hani telefonu. Mən ki gələn mesajlara baxıram ki, mən o qıza da cavab Yəqin ki, verəm. o iş istəyib, işə düzəlmək istəyib. Ay işə düzəlsin, iş istəyib mağazaya gəlsin də. TikTokda iş axtarırlar Aygül. Abişnik qalır. O ağılla onu kim işə alır ki? Anasını şərəf əlləyə qatır, anasını söyən adamı kim işə alır? Həci deməyən sözü indi deyibsə, onun bu şərin görəndən sonra Onu kim işə hansı alacaq? müdiriyyət onu işə O götürər? heç kim işə almaz. Ortada olmayan bir faktı yalandan sosiallaşdırırsa əgər o insan, kim sabahsı bir gün hansı müdür onu qorxusundan işə götürər ki, bu hələ olmayan şeyi sosiallaşdırır, olan şeyi görünəyiniyər. Vallahi çıxıb Göz azamətin aramızda, üzünə zadına qalır da, yəni özünü gözdən salır bu Düz ölkədə. eləmədi də yəni. Mən ki onu tanımaya. Onu necə bir dəfə görmüşəm.
Xoşqədəm xanımın verilişində bir dənə oğlan var. Hüseyn adında bir iştirakçı var. Yoldaşı da adı nədir? Ayşatdır, nədir? Bir dəfə canlı açmışdım. Bu Hüseyn mənə şey atdı. Nədir? PK atdı mənə, qoşuldu mənə. Hüseyn. Bu da oturmuşdu Hüseynin yanında. Hüseynə dedim, Hüseyn gəl çörəkzad ye də, restorandayım. Qayıtdı, dedi ki, mənə bunlar kimlərdir? Mən nə bilim atqaz elə. Qayıtdı, o Hüseynin böyründə oturmuşdu. Dedim, mən Alinəm. Alin dedi, Ayşat dedi, nə dedi? Onlar mən də gəlim, dedim, qızım gəldin, niyə gəlmirsən ki? Yeməkdir də, ye. O sən bütün günü burada pusu yedizdirib, içizdirib yola salır. Sənə qızım deyir, qızı yaşındasan. Sən ona deyirsən, həcil elli pasaksiya elə. Səndən reyting istədin, sən də ona yaşın verir. Yox, ictimaiyyətə yanlış məlumat verir. Ay, bəs necə məşhurlaşsın? Ad çəkib, bu insan bloger olmaq istəyir, tanınmış olmaq istəyir və kimisə yanı düzəlmək istəyir. Antireklam da reklam. Ay bala, yığdırmaq istəyirsən özünü git həkimlərə müraciət elə, git yığdır, kəstir, tökdür. Həci burada sən üçün nədir bəyəm? Həcinin adını çəkib gedib üzünüzü yığdırırsınız. Deyir, həci mənə deyir ki, falan yerlərimi düzət gəl işlə məndən. Mən harada demişəm sənə? Sən mənə sübut eləməlisən onu, ayıb deyilmi? Sən mənim qızım yaşındasan. O ayıbdır. Çıxıb yalandan danışırsan orada həci mənə dedi. Nərmin sağ olsun, Nərmin məndən çörək kəsib, məndən işləyir. Nərmin kişi qızıdır. Nərmini bəyənmirsiniz. Nərmin deyir, mən həci ilə işləmişəm. İl yarım işləmişəm. Həci ki, harada deyib sənə? Həci ki, WhatsApp-a cavab verir ki, sən də cavab versin. Harada deyib? Sən sübut eləməlisən, ne qızım bunu? Nərmin yediği qaba tüpürən qız deyil, Nərmin. Nərmin kişi qızıdır. Qayıdıb deyib ki, qızım, sən birinci həci sənə yazıbsa öz aramızda qalıb. İkincisi həci ki, WhatsApp-a cavab vermir axı. And ol Allah, mən ki, öz tariximə cavab. Bax, burada olanlar, 4000'e yaxın adam var. Mənə öz şəxsi TikTok'uma yazmışsınız. Mən sizə cavab qaytarmışam. Hani mənim telefonumu zibilə qalmış. Qaytarmışam. Mən TikTok'un direktinə cavab vermirəm heç. And ol Allah'a vermirəm. Yalan deyirəmsə Allah mənim bəlamı versin. Heç mənim öz şəxsi TikTok'umda bəlkə ki bir 10.000 mesaj var. Vaxtım yoxdur ora girməyə. Bir həci mənə cavab verdi. Harada vermişəm ay qızım mən sənə cavab? Mənim nəyimə lazımdır, sən get hansı həkimi səni düzəltdirirsən. Mən birinci düzəldənəmsə gedib birinci özümü düzəldərəm. Hüseyn sənə şey atıb. Hüseyn yox, atıb o kim ki? Xoşqədəm xanımın verilişində olan oğlandı, pek atıb bura. Pek atmayıb, bacı şeyə qoşulmaq istəyir. Yəqin sənə söz demək istəyir. Hə. Nədən adı? Misafirə qoşulmaq. Hə, qoş onu, Kimi qoş. tanıyırsan? Hə, tanıyıram, hə. Qoş. Hə. Hüseyn, nətərsən Hüseyn? Axşamınız xeyir olsun. Çox sağ olun. Bizə nə vaxt nə yox. Təşəkkür edirəm. Çox sağ olun. Var olasınız. Düz o söhbətdə birində mən də oldum. Heç siz onunla danışmadınız. Açığı deyim mən burada. Bax, sənə az deyirəm, sənin tək balavın canına. Mən sənə yaxşı uşaq səni. Mən səni bir-iki dəfədə öz restoranıma dəvət eləmişəm. Gəlib ailənlə burada təmənnasız. Allah köməyiniz olsun. Bəli, Allah min qat əvəzini versin. Bir dəfə mən burada canlıda idim. Sən mənə PK-ya qoşuldun Hüseyn. Bəli, bəli. Gördüm bir dənə qız böyründə oturub. Mən səni restoranıma dəvət elədim yoldaşınla bərabər. Gördüm bir dənə qız böyründən çıxdı, dedi, olar mən də Hüseyn Gillə gəlim, dedim, gəl də, elə olmadı. Bəli, bəli. Hələ birində də siz verilişdən çıxanda mən qayıdım dedim ki, hələ zarafat dedim ki, gəl istəyən gəl dedim, o nə demək daha üstün, mən oldum, olmadım. Nə vaxt istədiniz, gedin əyləşin orada. Mən bir dənə sən deyirəm, Hüseyin. Mən hələ dedim ki, ailin də göçsün də, mən oldum, olmadım. Gedin, giyin, üçün, çıxın gedin. Bax, belə dediniz mən, heç ailə ilə danışıq olmadı orada. Ailin də mən də geləcəm. Dedim gedəm, hələ işlə də bağlı nəsə söhbət oldu orada. Siz onunla, mən onunla danışdım şivayı. Dedi ki, işlə bağlı heç bir cavab vermədiniz. Amma yemək içmək dedi, problem yoxdur. Mən oldum, olmadım. Gedin orada. Siz mənə qoşuldunuz, gördüm böyürdən bir qız mənə dedi ki, olar mən də bunlarla gəlim. Dedim, gəlirsən, gəldi, kim olduğunu bilmirdi. Bəli, elə olur, bəli, düzdür. Düzdür, PK eləyirdim mən onunla, düzdür. Axşam canlı açıb ağzını qoyub Allah yoluna olmaz axı, ayıbdır ictimaiyyətin yanlış məlumat vermək olmaz, təzə qanunlarımız çıxıb. Hər bu ağızdan çıxan kəlmənin arkasında durmalısan, sən. Əlbəttə. Başa düşdün? Hər kəlməyə görə məsuliyyət daşıyırsan sən. Qayıt deyinən ki, canlı aç deyinən ki, həci mənə 1-2 min adam görüblər canlılarında özlərini itiriblər. Sabah sən əl-ayağı gələndə bu 2 min insan sənin arkanda durmaz,
Bir de adam görürsünüz canlınızda danışığınızı itirirsiniz, bilmirsiniz ne danışasınız. Başlayırsınız reytinge işlemeye. Olmaz axı elə şey eləmək. İstəyir mənim canlımda için 1.000 adam olmaq için bir qəpikli o heç kim olsun. İctimaiyyətə yanlış məlumat vermək olmaz. Qayıt Dezinformasiya vermək olmaz. Bəli, bəli. Qayıt mənə deyir ki, canlı yayımda, Qayıt deyir ki, Hacı mənə dedi ki, özü mənə yazdı, mənə dedi ki, sən get özünü yığdır, mən səni işə alım. Sən özünü yığdırmasan, mən səni işə almaram. Harada demişəm bu sözü, ay qızım sən? Estağfurullah. Hansı səhifədə yazmışam, hansı nömrə ilə danışmışıq, hansı telefonda sənə yazmışam. Sən bunları mənə sübut eləməlisən axı. Sən bir-iki adam öz canlıqda görüm, niyə özünü itirmişsən? O da necə olub, Hüseyin, necə olub ha bu? Bu necə olub? Ürəyim, öpürəm səni, bağışda da yanıma gələ bilmədim. Danışarıq. Dubaydan gəlib, uşaq ki, görüşə də bilmədim ondan. Hə, başım necə qarışdı. Bu, necə olub? Bizim aylar öncə, mən bugün bütün SMM-lərimi yığmışdım bir yerə, Hüseyin. Bütün SMM-lərimi yığmışdım bir yerə, Həzaslanov filialına. Mənə qayıdıb qızları yığmışam, ay qızlar, bu nömrəni kontakta vurun, görün bu nömrə kimdən danışıb. Gördüm ki, Xırdalan filialından danışıb, aylar bundan öncəyi, 6-7 ay bundan qabaq, qızlara yazıb ki, salam, qızlar da səs atıb ona, salam, buyurun xanım. İkinci kəlməni o yazmayıb, nə də ki, bizim qızlar yazmayıb. Bir də aylar bundan öncə, qızlar tanıyır da bunu, bizim işçilər. Aylar bundan öncə Hüseyin yazıb ki, salam, sizdə model vakansiyası var. Bizim qızlara TikTok'da yazıb. Bizim qızlar da ona yazıb ki, hələ model vakansiyamız yoxdur. Bu qədər. Orada başqa artıq əşyara söhbətlər olmayıb axı. Niyə sən bunları gündəmə gətirib yalanlar özü biabır edirsən? Yox, fakt, orada əgər elə bir şey olsaydı, maşallah olsun, Allah ruzunuzu bol eləsin. Orada nə qədər sizin filiallarınız var, orada və hərəsində də bir 50-60 dənə işçisi varsa, bu işçi, öz işçilərimə mən deməyib, yad bir insana mı işləyirəm ki, ged özünü belə elətdir, elə elətdir. Elə deyərəm, öz işə götürdüyüm adamlara deyərəm də. Ay qardaş, birinci düzəldə səliqə salaram, birinci gedib özümü səliqə salaram da, mənim 40 yaşım var. Birinci adam özündən başlayar. Başa düşdün? Əgər bunu eləyənəmsə, birinci gedib özümdən başlayaram da, ağzım bir yana gedir, gözüm bir yana, burnum bir yana gedir. Birinci eləyənəmsə, birincisi özümü eləyim. Sən nə edirəm mən? Başa düşdün? Birinci eləyənəmsə, özümü düzəldərəm də, səni nə edirəm, mən səni düzəldirəm. Adam birincisi özünü düzəldər, əgər eləyəndirsə. İkincisi də, mənim nəyimə lazımdır qızım, mən sənə qızım deyirəm. Gəl səhvini düzəld, ictimaiyyətə yanlış məlumat vermişsən, çıx üzr istə. Mən o zaman şikayətimi eləmişəm, 102-yə bugün məlumat vermişəm, saat 5 tamamda. Sabah indi bu ortalığa çıxacaq. O qayıtlar mən də qabağıma çıxdı, mən də baxdım. Çünki ən azından o 2 dəfə sizə söz atıb, Allah haqq and olsun Allaha, Allah şahiddir, Ramazan ayıdır. Siz necə ona eşitməməzlikdən gəlmişsiniz. Bax belə açıq deyim də mən. Yemək içməyinə dediniz ki, problemi götürsün. Bəli, bəli. O dedi eşitməzlikdən amma yemək gəlsin, mən oldum olmadı. Nə vaxt siz yerin orada. Bizən də təzə qanunlar çıxıb. Kiməsə şər atmaq üçün, kiməsə bir qara yaxalamaq üçün sənin əlində sübutun olmalıdır. Sübutun olmadı, əl-ayağı gedirsən. Əlbəttə, bəli. Olmaz axı qardaşım, olmaz. Əgər Temboli biraz tanınırsansa, kütlən varsa, kütləyə yanlış məlumat vermək olmaz. Əlbəttə, PR xətrinə dezinformasiya verməklər olmaz. Ayıbdır. Birinci özün üçün ayıbdır, ikincisi də qanun buna yol vermir. Yalandan nəsə deyim, çıxım sabah bunun arkasında durmaq var, mənim qardaşım. O məzələnirsən sən, cəmaata yanlış məlumat vermək olmaz kimsə haqqında. Onun arkasında dura bilməlisən sən. Olmaz. Xəyal, gəl qızlara gör nə yeyirlər. Günlər ki. Olmaz. Heç nə. Hüseyin, mən çıxdın üzr istəsin. Ya da ki, üzr istəmişdim məndən. Mən ona yazdığını sübut eləsin ki, mən çıxıb xalqdan üzr istəyirəm. Başa düşdün? Bəli. Mən heç o qızı tanımıram. Mən heç nə TikTok'a cavab vermirəm, nə Instagram'a cavab vermirəm, nə WhatsApp'lara cavab vermirəm. Nə gələn ümumiyyətlə gün ərzində 10.000 mesaj gəlirsə, mən heç bu mesajları görmürəm. Kim mənə yazır? Mənim burada köməkçilərim var. Hər dükanda 2 dənə köməkçim var. Instagramları, TikTok'ları işlədən işçilərim var mənim qardaş. Mənim işçilərim var. Ümumiyyətlə mən gələn mesajlara falana baxmıram mən. Kim mesaj yazdı ki, mən görmürəm. Əgər vacib olarsa,
Əgər mühüm olarsa mənə göstərəcəklər. Mühüm olmayanı ki mənə göstərmirlər, qızlar özləri yola verir, özləri cavab verirlər. Olmaz, elə eləmək olmaz. Ayıbdır. Kiməsə şey yapmaq olmaz. Sənə yaran olmaz. Bir söz birinə bir söz deyirsənsə, sən onun arkasında durmalısan. Mənim qardaşım, olar mı elə şey eləmək? Əlbəttə olmaz, olmaz. Ayıbdır. Öz PR xətrinə İş istəyirsən, kişi qızısan, iş istəyirsən, gəl mağazaya, bir restorandayım da, mən restorandayım indi bir dəqiqə. Gəl restorana, gəl özün gəl yaxınlaş mağazaya, dinayəcək. Mənim uşağım var, körpəm var, mənim model işi, ya reklam işi ver. Ki, mən səni görməyə çıxım, mənim haqqımda danışırsan. İş istəyirsən, gəl iş. Bundan sonra ki, mən işçisiz də qalmışam, onun için qapıma qoymaram. Bu bir. İkincisi de kardeş, bu ülkede benden başka mağaza yoktur. Yüzlerle ticaret merkezleri var, binlerle ticaret merkezleri var. Kardeş gidin ayrı yerde içtiğinde, benim dükkanımın kapımın ağzına bal tökmüşəm. Ay Hüseyin, benden başka bu ülkede dükkan yoktur kardeş, ticaret merkezi yoktur. Var, çoxdur. Niyə yoxdur ki? Çoxdur. Ay qardaş, mən özümə bal səpmişəm, özümə yağ səpmişəm, qaymaq mı səpmişəm, hamı tökülüb, həci iş versin. Ay qardaş, milyon dənə ticarət mərkəzləri var, gidin ayrı yerdə işləyin də. Düz. Məndən başqa bu ölkədə iş yeri yoxdur. Yəni yıxan çıxır, deyir, həci məni işə alsın, həci. Həci bədəninə bal sürtüb, gəlin yağlayın məni. Gəlin yağlayın. Bu hamısı ürəyinizin təmizliyindən, sadəliyinizdən irəli gəlir. Ay Hacı bəy. Ay qardaş, o qədər ticarət mərkəzləri var, gedin işləyin də. Kim iş istəyir, çıxır, birinci mənim adımı çəkir TikTokda. Həci mənə iş vermədi. Həcidən başqa bu ölkədə ticarət mərkəzi yoxdur. Gedin işləyin də, məmləkətin qabağını tutmuşam mən. Düzdür, nervlənməyin, elə boş-boş adamlara görə. Yox, olmaz axı qardaşım. Ki, mən bu adamı tanımıram. Ay qardaş, iş lazımdır. Şükür Allah'a. İşdən çox bu ölkədə iş var. Qardaşım, işdən bu ölkədə çox iş var. Hər yer bazarlar, optavoylar, ticarət mərkəzləri, ərzaq mağazaları, başqa-başqa işlər, başqa-başqa ticarət, başqa-başqa dükanlar. Gedin işləyin də. Elə yetən elə çıxır deyir, həci məni işə almadı. Həcidən başqa bu ölkədə adam yoxdur. Başqa bu ölkədə dükan işlədən yoxdur. Mənim dükanımın qabağına bal mı tökmüşəm, qaymaq tökmüşəm, yağ tökmüşəm. Elə gələn yağlayır, deyir, həci məni işə alsın. Boş yaratmağa nə var? Əsas sübutdur. Sübutdur, faktdır. Mənim adımda da nə qədər fake səhifələr açılıb, ona buna nəsə yazıblar, eləyiblər. Mənim neyimə lazımdır? Bax, qardaş, gidin ayrı yerdə işləyin də, məndən nə istəyirsiniz siz? Niyə tökürmüsünüz mənim üstümə? Kim iş istəyir, çıxır TikTokda iş axtarır, həci mənə iş versin. Həci məni işə almadı. Həcidən başqa bu ölkədə ticarət mərkəzi yoxdur. Çıxın bu ticarət yerlərin adları, nə qələt elədik. Bir dənə bu ölkədə 2 dənə məşhur mağaza var. Günel Ticarət, bir də İlyas, Ayaz Baku. Bu boyda ölkədə valla tanınmaq da bir zibil bir şey deyil qardaş bu ölkədə. Bu boyda ticarət mərkəzləri var ki, bunların yerləri tanınmırdı ya. Ona görə çıxıb bunların adını çəkmirlər də. Valla Allah mağazalar eləsin. Valla adım pisətdir, düzdür. Əsəbləşməyin, boş verin. Allah sizə sağ olun. İş axtaran da çıxıb TikTokda iş axtarır. Ay kişinin qızı, iş axtarırsan, gələrdin mənim yanıma. Deyərdin, ay həci, mən iş istəyirəm. Mənim atasız uşağa baxıram. Olar mı mənə iş verəsən? İndi vapşim ki, o gələ bilməz. İndi vapşim ki,